Herkese salamlar dostlar. Necəsiz? Yəqin yaxşı olarsınız. Uşaqlar, bu gün də sizlərlə birlikdə yeni bir video, yeni bir Model 2 videosuna uşaqlar. Bu gün sizlərlə birlikdə başlığını gördüyümüz kimi sadə bir gün keçirəcəyik. Sadə başladı. Bunu uşaqlar əvvəllər eləmişdim, amma uşaqlar yəni fail olmuş. Həmişə uğursuz alınmışdı. Yəni ya polisləri üstümə çəkirdim, ya kimisə maşınla əzirdim, ya kimisə öldürürdüm. Amma bu gün sakit bir gün keçirdəcəyik. Sözün əsl mənası sakit bir gün. Yəni gün ərzində məsələn məktəbə gedirik, məktəbdən gəlirik, məsələn ya hazırlığa gedirik, marketə gedirik. Necə sadə bir gündürsə elə. Yəni düşüb polislərlə əlbəyaxa dava eləyib, o polislərdən qaçıb özümüzə 5 ulduz yığıb, hərbi bazanın bütün tankların hamısını üstümüzə çəkib yəni həbsə düşmürük gün ərzində. Yəni ona görə də sakit bir gün keçirəcəm. Mən ona görə qəşəng bir maşın lazımdır. Həm piyada, həm də maşınla davam eləyəcəm. Elə ona görə də minə 5 saniyə gəlsin. Yəni cəmaatın maşını oğramayacağam. Düz gün ərzində oğramaq deyə heç elə bir şeylər edəyim. Öz maşınım var. Özümün qəşəng sarı düzən var. Mahnını ilə tez söndürək. Şo. İndi gözləyirik, dala veririk, dala veririk. Şo. Düz beləmdiz yolumuzla gedəcəyik. Hədəfimiz isə nədir? Dediyim kimi bu videonu əvvəllər eləmişdim. Yenə eləyirəm ki, bu gün etcənsə eləyək. Hədəfimiz isə problemsiz şəkildə heçdənsə baxın bura qədər gəlməkdir. Problem alara işarətlərim mən. Hə. Bura qədər, yəni problemsiz şəkildə getsəm, oyunu qazanmış oluram. Yəni bu biz şəhərin içində yəqin ki 60-dan kilometrajı, yəni 60 kilometrdən yuxarı qalxmırıq. Yəni 120 ilə 200 ilə sürməyəcəyik. Yəni 60-70 bu formada belə bir maşın sürəcəyik və maşının içindən sürəcəm. Yəni sakit bir gün. Bu dəfə kurallar, yəni qayda-qanunu çox qatılaşdırdım. Həm yavaş gedəcəyik, həm svetoforları dayanacağıq. Məsələn, belə bir problemlər olanda dayanırıq, digərini gözləyirik, o keçir, sonra onun yanına gedirik. Yəni hər şey qayda-qanununla. Məsələn, qırmızı yanmışdı, yaşıldır bu dəqiqə bizə yol. Burada məsələn qırmızı dayanırıq. Burada bir dənə pis şey var ki, bu şeylər işləmir. Reklam gəldi. Hə, sağ güzgülərdir, bir də ki arxa güzgülər, yəni bu güzgüdür, bu güzgü. Bunlar işləmir. Sarı, qırmızı, yenə qırmızıya düşdü. Bir də arxamızdan maşın gəlib bizə dəyməsin. Çünki NPC-lərdə çox olur, gəlirlər sıraz maşına vururlar. Məsələn, bunun kimi biz də dayanırıq. Gedək getməliyik. Hə, içəridən sonra, məsələn, bu neyniyir? Bu, yəni NPC-dilər də maksimum yəni necə sürə bilərlər. Biraz sürət sürəm. Məsələn, bu yolda biraz sürət qaldırmaq, 80 falan getmək olar. İnşallah o geyimidir, yəni idman zalına sata bilsəydik, qutarardı. Yəni oyunda sürətli sürmək kimi bir qayda-qanun yoxdur. İstədiyin kimi sürə bilərsən, biz sakit bir gün keçirdirik. Nə məsələn, sürətli sürüb oradan-buradan tullanmırıq da. Məsələn, bir səhv elədim, mən burada avarinları vurmalıydım sağa dönüb. O da ki, oyunda elə bir şey yoxdur. Aha, yavaş-yavaş kənardan keçirik. Çox qəşəng, çox qəşəng. Ayala biraz sürət artırdıq. Ehtiyat gəlsəm, ay biraz yavaş. Dayanacam bunun arxasında. Oy Sibil. Ne oldu la? O xəstə ya. Ne oldu la buna? Qorxdum ha. Allah'ım olsun qorxdum ya. Bak bu ne oldu ki bu? Signal geldi özüm qorxdum. Allah gözüm qorxdum ya. Svetofor da bir dəqiqə. Svetofor qaldı. Allah sür, svetofor qaldı din deyə. Maşının arxası zırıq oldu ya. Titrətməyin, gözləmirdim. Signal səs gəlir, bildim başqa yerə vuracaq. Gəlib düz arxamıza girdi ya la. Dəqiqə mən indi ustaya aparmalıyam hə. Yəni normal bir adam kimi. Əslində mən sakit bir şəkildə məsələn bu maşını saxlamalıyam. Düşməliyəm, görək Niva gəlib bura, yox Niva getdi. Yəni düşüb ondan sığortanın pulunu falan götürməliyim ki, yəni hara girirsən də görsən qırmızıdır. Nə tür gəldi vurdu. Məsələn qırmızı deyə burada dayanırıq. İnşallah ümid eləyək ki, heç kim bizi arxadan vurmasın. Oğlum qorxdu ya Allah haqqı. Bax, indi kim vurdu? Özüm vurdum indi. Özüm vurdum. Maşını o şeydən idman zalından qabaq bir ustaya aparmalıyıq. Ən yaxın usta da buradadır. Buranı bir də işarətləyək. Ora gedəcək yenə qırmızıdır.
Bütün qırmızıların hamısını saydıq, işıqforanın hamısını saydıq bir-bir. Arxadan gələn bir dənə vurmasın, bəsdir. İstədilər, belə NPC olaraq yetim qaldı orada, gələ bil ki o. Qırmızı da yanıb qurtarmadı da. Mesela arxaya veriyor, qırmızını görə bilək. Dayanaq. Bizə problem var bu qırmızıda, bu qırmızı niyə yanmır? Hələ də gözləyirəm. Gəlin sizinlə birlikdə gözləyək, gəlin. Gözləyək, yəni baxın görün ki, mən nə qədər gözləyirəm. Belə eləyək də. Bir dəqiqə. Bir dəqiqə. Gözəl. Davam eləyək. Bir dəqiqə, orada da işıqfor var, Bunun bir dəqiqə. Səbir. Əla. Bu nə sniperlə vurmaqdır? Hə, nəsə elə bir şey görmədiniz. Çünki video çox uzanacaq. Davam eləyək. 90-dan gedirik, biraz yavaş sürək. Neysə. Baxın, burada abunələr olsaydı vurardım, amma yoxdur. Burada yol çalışması nə də ondan var. Yavaşcanı keçirik, yenə reklam. Yəni ki, buradakı fikrimiz nə idi? Yəni real həyatda da belədir. Kim ki 60 saniyə ya da 1-2 dəqiqə falan işıqforu dayana bilmirsə, snayperini çıxardır və o işıqforu məhv edir. Bu qədər. Yəni hamı bunu eləyir məncə. Neysə. Ay bir dəqiqə, protiv gedirik. Düp beləmizin maşının üstünə gedirəm. Yaşıl işıqdır. Bunların arasından bir dənə keçə bilsəydim, sən Allah. Bax, niyə inirsən? Bax, qaqa, sən əgər dönürsənsə, buradan gəl dön də. Nəysə, onsa babat pulumuz çıxdı. Mən səhv getdim. Baxın, yavaşcanı mən gedirəm arxa-arxaya. Buradan dönürəm, ustamızın yanına. Sağa dönür, sonra da verir sola dönür. Yəni... Camaat, içkili maşın sürürlər. Da demirəm, NPC-dirlər. Gətiririk bura. Ustamızın işi yoxdursa, Allah qoysa bunu düzəldərdi. Repair. 500 manat repair olar, nəsə. 500 manat çıxdı. Qəşək. Buradan da bir də baxaq, əgər maşın falan gəlmirsə, dönək. Gəlir, görmürəm ki. Gəlir, gəlmir. Sür. Allah, ay qaqa, mənə niyə bir ulduz verir? Ayda. Qaqa, mən neylədim, mənə niyə bir ulduz verir? İşıqfor, dayanıq işıqforda bir dənə. Dayanaq, yaşıldır, sürə bilərik, gözəl. Yaşıldır. Hara dönməliyəm, göyünməyə getməliyəm mən. Düppəlim sana bir... Getsəydik, polislər bizi tutmamış. Arxadan da biri zupladı. O mən necə dəydim ki, polis maşını xəritədə görəm, düz sürür üstümə. Aha, oy, Allah vurdu. Polis maşını gəlib bir dəqiqə, bu yolda da 60-dan yuxarı qalqa bilmirəm. Ay, gəl çatır. Saxla burada, gəl. Ay, Allah ekber. Yavaş, biz giyirik içəri. Rüşvət verib polisdən qurtulmaq mı? Yəni mən heç bir şey eləməmişəm, niyə mən pul verirəm? Nəyə bastım mən? Pul verdim axı. Yəni sakit bir gün keçiririk deyə həbsə düşdük biz. Bura arada la, həbsdir bura, nədir bura? Yo ala, hə. Mənim aşıma ala. Hə, maşınım alayım mənim. Mənim yəqin ki maşınımıza gətirib qoyarlar da bura. Yəni hə. Psikopat yəni belə olur da maksimumda. Qabağını keçən güllə ilə bura. Ona mən AVM gülləsi vuracağam. O necə yəni qaçır bir dəqiqə? Qolundan keçdi, ağziyərini deşdi, AVM gülləsi. O necə qaçıb getdi, nəysə. Mənim maşınım falan yoxdur, mən ondan eyni ayıq sürücü çağıraq da özümüzə. Görək, biraz özümüzü normal apara bilmirik şəhər içində. Yavaş, Bolt. Səni bir təp yatırıq. Adama getib təp yatırıq.
Neyse maşınımız gəldi, zakaz elədik. Real həyatda da belədir, axı maşın zakaz eləyirik özümüzə. Ciyimi Allah köməklərimiz olsun. Yəni yaxın polisə aparanmadınız da biz gətirdilər, gör hara qoydular. Ondan inəyək, yavaş-yavaş yeni sürək gedək də o şeyə. İdman zalına adam zat vurmayaq bir dənə. Səy kimi bir dənə sən yola çıxma. Yavaş-yavaş buralarda sürək. Ha, baba nitro vermə. Mənə nitro lazımdır. Xeyr, nitro lazım deyil mənə. Sakit sürək. Bax, buradan belə bir dənə dönək. Çox qəşəng. Parkın içindən gedirəm, düzdür? Nəysə. Yavaş. Gözəl. Əslində bura yəni nədir? Navigator bura veribdisə deməli bura yoldur da. Bura adam yolu deyil. Ay! Bə neysən? Neysə. Yola veririk. Allah'ıman olsun videoda olmasa ne? Ben götürmüştüm onu. Vurmuştum maşından. Burada yola baxırıq. Yola bir dənə nəzarət edir. Görən maşın gəlir. Bax, mənim yolumu kəsir. Görmürəm mən maşın gəlmir. Hər nəsə, da sürdük. Yolun içindən gedən bir xəstə var. NPC var. 900 metr qalıbdı. Sən gedib çatsaydıq videoda bitərdi. Bir polis adınızda, yəni məndə elə bir radar kimi bir şey, maqnit var məndə. Mən bütün polislərin hamısını özümə cəlb edirəm. Buradan keçə bilərəm. Keçərəm. Keçsi. Maqnit kimi yəni polislərin hamısını özümə cəlb eləyirəm. Aha, davam eləyək. Yaşıl işıqda mənə vurdular. Ha, qırmızıdır, dayanaq qırmızıda. Şö. Mən fırını söyüş qoymuş. Ay, sən videoda da deyərəm, sən öl deyirəm ki. Gözlə bir dənə zarcıt edeyim. Heç nə yoxdur. Heç nə yoxdur. Günlük olaylardır, yəni hamının başına gələ bilər də belə şeylər. Hamı da üstündə bu boyda silah gəzdirir axı. Bax, polis bir dəqiqə protiv gedir. Amma mən polisə yəni götürüb vura bilmirəm. Nə də ki, polisin qayda qanunlarına məni zid ola bilmirəm. Yəni, protiv gedirsə haqqıdır. Ya, elə bir şey olur. Polis də, yəni ki, mən bir dəqiqə niyə bu mövzulara girdim? Çünki bu mövzulara girdimsə çıxmaq olmayacaq. Qalaq kənarda, polis də vətəndə, bax, mən navigatorun dediyi kimi eləyəcəm. Yəni, bu yolla getməyə çalışacağım. Yavaş-yavaş gedək bir dənə. Gözəl. Qaza basmıram dəqiqə. Çox gözəl. Aha, buradan necə çıxacaq indi? Buradan çıxmamın bir dənə yolu var. O da ki... Əla. Yəni, qarşınıza maniyələr çıxsa, maniyələr sizi dayandırmasın, uşaqlar. Siz o maniyələrin hamısını snayperlə vurub zibilini çıxarda bilərsiniz. Çox gözəl. Kalaşnikovla maniyyət də qabağıma çıxır, mən onu məhv eləyirəm də. Yəni, mənlik bir şey yoxdur axı. Polislər də, yəni, kefinə qulu şey deyir, qoranla tutmurlar ki, mən. Saxlar. Yəni, bir dənə qayda qanuna uymağa bax. Bütün işlərin hamısını eləyirsən, snayperlə, nə bilim, adam vurursan, kalaşnikov götürürsən, maşınları güllələyirsən, o maşını vurursan, bu maşını vurursan, bütün maniyələrin hamısını məhv eləyirsən. Axırda gəlsən, qırmızı işıqda dayanırsan ki, mən qayda qanuna riayət eləyirəm. Yəni, belə vətəndaşdan kim nə istəyir ki? Gələk, şükür Allah, gəldik da dayandıq. Əmi qurbanı çəki bir dənə. Fit olmağa gəlmişəm mən bura. Yo, silah qoyacaq və. Əla. Qaqa. Sən indi buz kut eləmsən saçılı. Dayan görməm, mənlə danışsansa, mənə baxassan. Hə, buz kut eləmsən saçılı. Oy zibil. Bax, mənə qarşı şiddət eləyirlər, bax. Mənə qarşı şiddət eləyirlər. Minnətin olsun. Yaxşı. Səni, baba, vurur axı məni. Vurur da buna da nəsə elə də. Ay, mən əl vurmayacam buna. Amma sən buna, yəni, şey eləməsən, bu gəlir məni təpikləyir. Vurur məni. Heç zət canımazdı. Bax, məni öldürmək istəyir bu burada. Yəni, mən buna heç eləmirəmsə, demək ki, bu mənim. Güzəllə elədilər məni. Bax, sən öl. Gözümə baxma mənim elə. Bil. Qaç. Sakit günə bax sən öl. Allah, öldü Allah. Canı götürdü. Aha.
Çox gözəl idman zalına gedirəm. Polis maşınları, adam ölübdü. Nəysə. Ucbir, nə oldu la? Xoş gəlmisiniz, xoş gəlmisiniz. Salam, xoş gəlmisiniz. Xoş gəlmisiniz. Ay Allah. Oy zibil. Aha, gəlirik. Mən yəni burada parkovka edirəm. Heç kimin saçına, başına, papağına, skisinə, aksesuarına, paltarına, şortik geyinməyinə qatışmayacağam. Girəcəm o zala, bir dənə idman eləyəm, çıxam. Gedə də düşdüyə, nəysə. Estağfurullah, lənət şeytana. Nəysə. Aha, gəlirik. Çox gözəl. Azdım deyəsən. İkinci mərtəbə necə çıxaq? Bura başqa yerdir. Başqa yerə girdik. Aha. İkinci mərtəbə lazımdır mənə. Bura MMA yeridir, hə, deyəsən, hər nəsə. İkinci mərtəbə buradan çıxırlar. İkinci mərtəbə, bir dənə bundan özümü yoxlayım. Oba, qəşək, dakanca, qəşək. Sağ sol, qəşək. Bir dənə sağ. Allah oldu, hal oldu. Aferin. Hal oldu, qəşəkdir. İkinci mərtəbəyə çıxaq bir dənə. Aha, çox gözəl. Bir dənə qaldıra bilərik, görəsən bunu qaldıramırıq. Belə yetdi, onda mən aşağı düşüm. Uşaqlar, biz, yəni kazasız belasız hər insanın gündəlik aktivitələrini elədik. Yəni sağlam yaşamaq lazımdır, heç kimə ilişməmək lazımdır. Cəmaatın şortikinə falan heç kimə ilişməmək lazımdır. Yəni orada bir qəza olubdu. İlişməmək lazımdır. Mənlik bir şey yoxdur. Gəldik, qəşək idmanımızı elədik, yumruqladıq, qəşək. Yəni fiti, çox gözəl. Onda uşaqlar deyirəm ki, bugünlük bu qədər olsun. Gələn videolarda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın. Mən bunu eləməsəm, vallahi billahi mən gecə yatanmaram da, yəni. Gecə mənim gözümə yuxu girməzdi. Mən snayperlərdən götürməliyəm. Baba, bir dənə, buna. Cup. Olmadı. Buna. Bu nə dola? Xoş gəlmisiniz, cup. Bir dənə gəldi. Cup. Çox gözəl. Gəlin, qorxmuram. Gəl. Cup. Dəqiqə. Hə, uşaqlar, sağ olun, özünüzə yaxşı baxın, hələlik. Uşaqlar, bir də ki, yəni bunların hamısı oyundur. Bunların heç birini realda eləməyin. Düz siz silahı hardan tapasınız, AVM-ni hardan tapasınız, Kalaşnikovun istifadə qaydasını hardan bilə, ay Allah ekber. Yəni Kalaşnikovun istifadə qaydasını, oy, süpir, bu nə dolu? Ay, belə polis maşını sürər, ha. Qorxdum ola. Nəysə, sağ olun, özünüzə yaxşı baxın. Hələlik uşaqlar, görüşərik. Mutlu sonla bitdi. Mən polis əmirlərə pul verəcəm ki, çıxsınlar, getsinlər. Sağ olun, özünüzə yaxşı baxın. Aha. Bir dəqiqə.